İmtahana qədər hər gün bir sual izah edirəm. Part 12. Uşaqlar atom fizikasına aid bir sualdır bu. Gəlin verilənləri yazaq. Deməli, atomu verib. Deməli, 83, 211. Bunu parçalamalıyıq. Nəyə? Bir alfa. Biz bildik ki, alfada nə alırıq? Alfada helyum atomu ayrılır. Helyumun kütle ədədi 2-dir, yük ədədi 4-dür. Helyum 2, 4. Üzərində gəlinsin. 3 mənfi beta deyir. Biz mənfi betada nə ayrılır onu bilməliyik. Elektron ayrılır. Onun yük ədədi mənfi 1-dir. Kütle ədədi 0-dır. Üstə gəlinsin mənfi x elementi. Onun da aşağısı z protonlarının sayıdır. A yuxarı kütle ədədidir. Bu bərabərliyin sol və sağ tərəfləri qiymətcə bir-birinə bərabər olmalıdır. Ona görə yazırıq ki, 211 bərabərdir 4. Bir dəqiqə, bizə həm də 3 mənfi elektron deyir. Onu da qeyd eləyək buradan. Burada 3 var. 211 bərabərdir 4 üstə gəlinsin. 3'ü 0'a vuracağım. Eləyəcək nə qədər? 0. Üstə gəlinsin 0, üstə gəlinsin A. Buradan A'nı tapsam 211'dən çıxacağım 4'ü, yəni 207. Daha sonra protonların sayına baxıram. 2, mənfi 1 vəziyyətdir. Baxaq, deməli, yenə deyirəm, bərabərliyin solundan sağ tərəflər qiymətcə bir-birinə bərabər olmalıdır. Sol tərəfi 83'dür. Yəni 83 bərabərdir 2, üstə gəlinsin. İndi 3'ün mənfi 1'ə vuranda neçə qalır? Qalır mənfi 3. Mötərizədə yazıram mənfi 3. Üstə gəlinsin z, yəni bu x nömrəsinin z-i. Buradan z-i tapsam z nəyə bərabər olacaq? 83'ün üzərinə 1 gələcəm, eləyəcək 84. Deməli, bu x atomumuzun aşağı hissəsində protonların sayı 84 olmalıdır. Yuxarı hissəsində kütle ədədi isə 207 olmalıdır. Doğru cavaba baxaq. Doğru cavab Y bəndidir. Ümid edirəm hamı üçün aydın olar.